Assalamu aleykum. Allah Taala'nın izni ilə alçıpan işlərini bitirdim. İnşallah qıraqlarda işıqları da atdım. Lüstrün tokunu çıxartdım və inşallah alçıbanı vurdum və bir həftə, 5 gün, nə bilim 10 gün, onsuz başqa işlərim də var bu evdə, bu otaqda. Alçıbanı malyarkasını etməyəcəm. Çünki niyə? Alçıban əqrəblər, profillər öz yerini tutsun, biraz sallanmağını buraxsın. Profillər buraxsın, alçıban da öz şeyini, stabilliyini saxlasın, düzlüyə gəlib çıxsın və öz yerini tutandan sonra inşallah malyarkanı, fuqasını, dərzibantını işləyəcəm. Çünki alçıbanı vuran kimi səhərə malyarkaya başlayanda istər-istəməz bir şey olan deyil, amma təcrübəmə görə ən yaxşı alçıban vurandan sonra 2 gün, 3 gün, 5 gün gözləyin ki, o alçıban öz yerini tutsun, əqrəblər boşluğa gəlib otursun. Öz yerini tamamlayandan sonra inşallah malyarkaya başlayan o daha keyfiyyətli olar, daha da yaxşı olar. Assalamu aleykum və rahmetullah.